Silahlı qüvvələrimiz həm 2020-ci ildə, həm 2023-cü ildə böyük qəhrəmanlıq göstərmiş. Bunun nəticəsində bugün biz bu torpaqlardayıq. Və biz bu torpaqların əsl sahibləriyik. Çünki Ermənistan buranı viran qoymuşdur. Yəni, bütün kənd, qəsəbə, şəhər hamısını dağıtmışdır. Yəni, burada bir neçə daxma tipli ev qalmışdır. Amma indi baxın, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, nə gündədir. Yerlə yeksan etmişdir. İndi bir balaca Laçında, Kəlbəcərdə qanunsuz o xaricdən gələn erməniləri məskunlaşdırmışdılar. Orada bərbad vəziyyətdir. Yəni, hamısını biz yenidən qururuq. Cəmi 5-6 il ərzində indi Qarabağ Şərqi Zəngəzurda 80 mindən çox insan yaşayır, çalışır, təhsil alır və demək olar ki, hər ay, bəlkə də hər həftə keçmiş köçkünlər böyük qayıdış proqramı çərçivəsində öz doğma diyarına qayıdırlar. Siz də artıq 3-4 gündür ki, buradasınız. Yəni, yerləşmişsiniz, hər şey yaxşıdır. Uşaqlar da gəlib ki, 6 uşaqlı qəhrəman Neçə uşaqlı? 6 qəhrəman anadır, üzr istəyirəm, Allah yoldaşımdır. saxlasın. Çox yaxşı. Allah köməyiniz olsun. Yaxşı nümunə göstərir. Yəni, əhali artsın.